əziz tamaşaçılarımız, xoş gördük sizləri. Ümid edirik ki, artıq geridə qoyduğumuz qış tətilində yaxşıca dincəlib yeni iş ilinə bol enerji ilə atılmağa hazırsınız. Elə bizlər də sizin görüşünüzə pozitiv enerjili, bir-birindən maraqlı sujetlərlə gəlmişik. Yerinizi rahatlayıb növbəti 20 dəqiqəni maraqlı keçirməyə hazır olun. Dünyaya gələn hər kəs təkrar olunmaz və özəldir. Hər birimizin gizli istedadı ola bilər. Bəziləri şanslı olub, bacarığını zamanında biruzə verib inkişaf etdirir. Diqqət etsək, dünya şöhrətli və tanınan şəxsiyyətlərin əksəriyyətinin zirvəyə öz zəhməti və çalışqanlığı sayəsində qalxdığını görərik. Məşhurların həyatları isə hər zaman diqqət mərkəzində olur. İnsanlar onların şəxsi həyatlarını izləyir, nələri sevdiyini, qorxularını, inanclarını, etiqadlarını belə bilmək, öyrənmək istəyir. Onu da deyək ki, elə tanınmışlar da adi insanlar kimi bürclərə, müxtəlif əlamətlərə inanırlar. Həm də daha çox inanırlar. Siz necə? Bəyəndiyiniz yaradıcılığını və həyatını izlədiyiniz simaların hansı bürclərdən olduğunu bilmək istərdinizmi? Düzünü deyim, mənə də maraqlı gəldi. Elə buna görə də məsələni elə özüm araşdırmaq istədim. Hər zaman liderliyə can atan dünyaca məşhur insanların bir çoxu Qoç bürcünün nümayəndələridir. Onlar adətən enerjili və hərəkətli olmalarıyla seçilirlər. Fatih Sultan Mehmet, Adolf Hitler, Van Gogh, Charlie Chaplin, Jackie Chan, Ronaldinho kimi tanınmışlar da elə bu bürcün simalarıdır. Qoç bürcünün məşhur gözəlləri isə Keira Knightley, Kristen Stewart, Emma Watson'dur. Adətən yaradıcı, mütəfəkkir və filosof şəxsiyyətinə malik buğalar tərsliyi və inatkarlığı ilə bir-birinə bənzəyirlər. Qanuni Sultan Süleyman, Karl Marx, Sigmund Freud, Kraliça 2. Yelizaveta ilə yanaşı Penelope Cruz və Megan Fox kimi müasir Hollywood ulduzları da məhz bu bürcün təmsilçiləridir. Əgər buğa bürcündə dünyaya gəlibsə, cümə günü dünyaya gəlibsə, həmin adamlar mütləq məşhur xanəndələr olacaqlar. Əgər əkizlər bürcü meymun ilində dünyaya gəlibsə, bunlar çox gözəl aktyorlar olacaqlar. Çünki əkizlərdə də dəyişmə mümkündür, meymun ilində də dəyişmə əsas xarakterlərdən biridir. Başqa cür olmaq istəyi bunlarda çox yüksəkdir. Qoç bürcündə, məsələn, ümumiyyətlə, o ünsürlərdə başqalaşmaq keyfiyyətləri yoxdur. Onlar xoşlamırlar başqalaşmağı, onların bir izi var. Bunlardan yaxşı aktyor olmuş bir qayda olaraq. Hava ünsürlərdən yaxşı aktyorlar dünyaya gəlirlər. Hollywoodun tanınmış aktrisaları Marilyn Monroe, Angelina Jolie, Natalie Portman da əsasən incəsənət meyilliyi ilə seçilən əkizlər bürcünün gözəl yarısını təmsil edirlər. George Bush, John Kennedy, Johnny Depp, dünyaca məşhur futbolçu Frank Lampard da əkizlər bürcünün ən çox tanınan simalarındandır. Julius Caesar, Şəhzadə Diana, Bruce Lee, Mike Tyson, türk məşhurlarından isə Türkan Şoray, Sezen Aksu hər işdə xırdacılıqları, işlərində mükəmməlliyi ilə seçilən xərçəng bürcünün məşhurlarıdır. Napoleon Bonaparte, Fidel Castro, Bill Clinton, Coco Chanel, Madonna və Obama isə optimist və sevimli xarakteri ilə seçilən Şir bürcünün məşhurlarıdır. Qız bürcündən Michael Jackson, Peter Sellers, Agatha Christie, Lev Tolstoy, Sophie Loren çalışqan və praktik insanlar olub, həyatlarındakı ən önəmli mövzuları işdir. Əqrəb bürcündən olan məşhurlara gəlincə isə Alain Delon, Alfred Nobel, Pablo Picasso, Indira Gandhi, Mustafa Kemal Atatürk, Süleyman Demirel, Dostoyevski, Theodore Roosevelt kimi tanınmışların adlarını çəkmək olar. Siyasətçilərin arasında torpaq ünsürlər daha üstünlük təşkil edir. Bu mənada torpaq ünsürlərdən birisi onlar real düşünürlər də. Onlarda xəyalpərvərlik biraz az olur. Daha rasional düşünə bilirlər ki, nəyin ardınca eləsələr hansısa bir mövqeyi əldə edə bilərlər. Bu mənada əlbəttə ki, hava ünsürlərdən çətin siyasətçi olsun. O ünsürlər ümumiyyətlə siyasətə gəlsələr yandırıb yaxarlar. Amma torpaq ünsürlər, su ünsürlərdən yaxşı icraçılar, yaxşı siyasət adamları ola bilir. Xarici ulduzlara əlimiz çatıb, bürclərin onların həyatına nə qədər təsir etdiyini öyrənə bilməsək də, biraz da öz məşhur ulduzlarımızdan yararlanaq.
Əslində bürclərə inanmaq ixtiyarım yoxdur. Çünki həyat tərzim bunu mənə icazə vermir. Amma belə maraq mənasında belə deyək də xoşlayıram. Məsələn, tanış olduğum insanlardan soruşam ki, nə bürcündənsən? Özümə inanıram. Yəni bilirsiniz necədir? Həyatda gərək öz üzərində çalışırsansa, bir istiqamət yol tutursansa özün üçün, daimi işləyirsənsə, yəqin ki, zirvələrə hər zaman çata bilərsən. Mən özüm xərçəng bürcündənəm və oxuduqlarım demək olar ki, hamısı üst-üstə düşür. Çox şey çox bənzəyir. Ona görə də inanıram. Amma bunu bütün insanlara aid eləmək olmaz ki, yəni aynen nə yazılıbsa elədi bütün insanlarda. Amma şəxsən mən xərçəng bürcü nə yazılıbsa çoxsu. Belə, qısa müddət ərzində sizləri məşhur simaların bürclərindən az da olsa məlumatlandırmağa çalışdıq. Bilmək olmaz, bəlkə siz də nə vaxtsa məşhur insanlardan birinə çevrildiniz. Amma unutmayın ki, bürcünün xüsusiyyətlərini bilmək təkcə tanınmış simaların yox, elə adi insanların da həyat yolunda mühüm addımlar atmasına təkan ola bilər. Türkan Mahmudova, Elşad Məmmədov, Lider TV. İllərdir ailəsi ilə Çində yaşayan rəfiqəm bu yaxınlarda vətənə qayıdıb. Deyir, hardan gəldiyimi eşidən hər kəs halıma acıyıb eyni sualı verir. Vay, orada nə yeyirdiniz? Əksəriyyətimiz elə bilirik ki, bu qədim şərq ölkəsində qurbağadan, nə bilim, ilandan, böcəkdən başqa heç nə tapılmır. Əgər siz də belə düşünürsünüzsə, ürəyiniz yerinə gəlsin. Oranın mətbəxi olduqca zəngindir və hər kəs öz damaq dadına görə təyyam tapa bilər. İstər ət, istər dəniz məhsulları, istərsə də xəmir xörəkləri ya da şirniyyat olsun. Ev yeməkləri sevənlərsə istədiyi ərzaqları elə demək olar ki, hər məhəllənin yaxınlığında yerləşən bazardan alıb özləri də bişirə bilər. Deyir, bəxtimiz o yerdə gətirmişdi ki, yaxınımızda türk bazarı. Yəni Çində yaşayan Uyğur türklərinin çalışdığı bazar var idi. İstədiyimizi alıb yeyə bilirdik. Amma rəfiqəm onu da deyir ki, Çin nə qədər qədim və zəngin bir ölkə olsa da, buranın yeməkləri doğma mətbəximizin yerini vermir. Bəs siz hansı yeməyi sevirsiniz? Məşhur türk köftəsini necə? Dadmısınızmı? Mən də dadmamışam. Əməkdaşımız Fidanın dediyinə görə bizim lülə kababla rusların kotleti arasında bir təyyamdır. Necə? Yaxşısı budur, gəlin Fidanın həmin bu köftə barəsində hazırladığı sujeti izləyək. Onda hər şeydən agah olacağıq. Hər bir ölkə tarixində iz qoyan görkəmli şəxsiyyətlərinin şərəfinə abidələr, məscidlər ucaldır. Onların adlarını küçələrə verərək əbədiləşdirir. Elə qardaş ölkə Türkiyədəki Sultanahmet adını daşıyan məkanlar kimi. Yəqin ki, Türkiyəyə gedənlər, laf elə getməyənlər də Sultanahmet camisi və caddəsi, bizim dillə desək, məscidi və küçəsi haqqında eşitməmiş olmaz. Möhtəşəmliyi ilə gözəl oxşayan Sultanahmet məscidi 1609-1616-cı illərdə düz 7 il ərsəyə gəlib. Tikilinin adı onu tikdirən Osmanlı Sultanı 1. Ahmetlə bağlıdır. Sultanahmet tək məscidin, küçənin adı deyil. Türk mətbəxinin ləzzətli təamı olan Sultanahmet köftəsinin adı da məhz onunla əlaqəlidir. Bu yeməyin dadı kimi hazırlanma şəkli də özünə məxsusdur. Dündən eti hazırladıq. Sinirləri iyicənə temizlendikten sonra bir gün dinleniyor buzdolabında. Sonra şekil vermek amacıyla şu makineden çekiyoruz. Şimdi bunun ölçüsü var. 4 parmak büyüklüğünde de. Aynı ayarda kesiyoruz. Izgarada ateşte küçülmesini engellemek için. Eşit boyda kesiyoruz burada. Neçə dərəcə dondurursunuz bunu? -1 derecede. Hamid Usta köftənin dadlı alınmasının əsas sirrini sevgi və yüksək əhval ruhiyyənin birləşməsində görür. Mal eti kullanıyoruz. Afyon yöresine ait. Türkiye'den geliyor mallarımız. Bunun hazırlığının yapılışında kullandığımız hiçbir katkı maddesi yoktur. Etin kendi yağını kullanıyoruz. Hafif soğan ve ekmekle ilave ediyoruz. İyicene yoğrulduktan sonra gördüğünüz gibi bu makinede hazırlığımızı yapıyoruz. Sonra servise sunacağız. Bizim baharatsız olması özelliklidir. Hiçbir katkı maddesi yoktur. Hiçbir baharat yoktur. Tuz sadece var. Sultanahmet köftəsinin ətinin hazırlama qaydasını təxmini olaraq bildik. İndi keçək görək bunu necə pişirirlər.
Hamid Usta, indi əti necə bişirəcəksiniz? Aşağıda hazırladığımız, az önce belirttiğimiz gibi köftelere şekil verdik. Tezgahımıza çıkardık. Şimdi siparişlerimizi uygun şekilde atıyoruz. Pişirme esnası kısık ateşte sık sık çevrilmesi gerekiyor köfteler. Sık sık çevrildiği zaman içi de pişiyor bu esnada. Tahminen 7 dakika arasında pişiyor köftemiz. Biz əsasən də kişilərimiz ət yeməyi, xüsusilə də kebabı çox sevirik. Düzdür, kebablarımızı yerini heçinə vermir, ancaq Türk köftəsinin də özünə məxsus ləziz tamı var. Lülə kebabdan Sultanahmet köftəsinin əsas fərqi nədir? Lüle kebaptan farklı, lüle kebabın bol soğanlı olması ve baharatlı olması artı şişe takılıyor olmasıdır. Bizde baharat yok. Sadece kendi yağıyla hafif ekmekli soğanlı hazır soğan katıyoruz. Gördüğünüz gibi ızgarada da pişiriyoruz. Təbii ki, təkcə dadlı yemək pişirməklə iş tamamlanmır. Təmuz süfrəyə təqdimatı da az əhəmiyyət kəsb etmir. Xanımlarımız zövqlü süfrə qurmaq istəyirlərsə, köftələri bu cür bəzəyərək təqdim edə bilərlər. Doğrudan da çox dadlıdır. Adam yedikcə yemək istəyir. Bizdən bu qədər. Necə deyərlər, qoy hər birinizin ocağınızda qazanınız qaynasın. Fidan Əlheydər, Rəşad Məmmədov, Lider TV. Hər birimizin ürəyində arzuları var. Ümumiyyətlə, insan elə bir varlıqdır ki, istəkləri, tələbləri bitmək, tükənmək bilmir. Əksinə, üfüq kimi arzuna çatınca səndən çox-çox uzaqlarda olan yeni və daha artığını əldə etməyə çalışırsan. Elə şeylər də var ki, nə qədər çox istəsən də, arzu etsən də əldə etmək mümkün deyil. Bəli, bu fani həyatda zamanı geri qaytara, ötüb keçən xoşanları yenidən yaşaya bilməzsiniz. Zaman küləyinin sovurub götürdüyü hər bir vərəq həyat kitabımızı biraz da incəldir. İnsan övladı da bunun fərqindədir. Tarixən ən görkəmli şəxsiyyətlər ömrü ən azından mümkün olduğu qədər uzatmaq üçün çarələr, yollar axtarıb baş sındırmışlar. Elə bizim Vüqarın da bu məsələ barəsində öz düşüncələri var. Nə kimi? Bunu onun hazırladığı növbəti sujeti izlədikdən sonra biləcəyik. Hər birimiz uzun ömür yaşamaq istəyirik, amma bu hər adama qismət olmur. Belə ki, insan ömrünün 25% irsi, 75% isə qazanılmış faktorlardan asılıdır. Çox yaşamaq istəyiriksə, bəzi tövsiyələri unutmamalıyıq. Uzun ömürlüyün sirri nədədir? Uzun ömürlük insanın 90% demək olar ki, insanın özündən asılıdır. Qidalardan da çox şey asılıdır. Pis vərdişlərdən uzaq olmaq, məsələn, bunun içində olan içkidir, siqaretdir. Uzun ömrün birinci sirri insanın yaşayış tərzindən, yəni təmiz hava, təmiz su, yaxşı, düzgün qidalanma və idmanla məşğul olmaq. Alimlər uzun ömürlüyün əsas sirlərini müəyyən ediblər. Onların fikrincə, gündəlik qida rasiona daxil edilən bəzi ərzaqlar ömrü uzatmağa qadirdir. Elə alma və acı şokolad kimi. Sən demə, bu nemətlər müntəzəm istifadə edildikdə nəinki üzdə qırışların əmələ gəlməsinin qarşısını alır. Onlar hətta dəri xərçəngi riskini belə azalda bilir. Çox yaşamağın üçüncü sirri isə duyğularda gizlidir. Belə ki, psixoloqlar uzun müddət gənc qalmaq istəyənlərə ilk növbədə bağışlamağı öyrənməyi və stressdən uzaq qalmağı məsləhət görürlər. Mütləq şəkildə idmanla məşğul olmalıdırlar, yəni təmiz havada mütləq gəzməlidirlər və yaxud informasiya, məsələn, sosial şəbəkələrdən biraz uzaqlaşmalıdırlar mütləqdir və yaxud da ki, işdən sonraki, belə deyirlər də, yanma sindromuna tutulmamaqdan ötürü işdən sonra mütləq dostlarla görüşməli, bir çay içməli, söhbət eləməli, relaks etməlidirlər həyatdan özünü. Çünki əlbəttə ki, məsələn, dəniz havasına gəzə bilərlər, dəniz havasına. Kim ki, nədən rahat olursa həyatda, mütləq onu həyatında yaşamalı, tətbiq eləməlidir ki, uzun ömürlüyün səbəbləri də budur. Bu sıralamaya fiziki fəallıq da aid edilir. Belə ki, müntəzəm fiziki əmək qandakı xolesterini yandıraraq onun miqdarını azaldır. Daha sonra yuxu gəlir. Dərin yuxu insanın həm yorğunluğunu çıxarır, həm də gün ərzində sərf edilən enerjisini bərpa edir. Növbəti bəlkə də ən əsas faktor ağıllı arvaddır.
İsveç alimləri evli kişilərin ömrünün uzunluğunun onların həyat yoldaşının intellekt və inkişaf səviyyəsindən birbaşa asılı olduğunu iddia edir. Bizim ölkəmizdə uzun ömürlü insanlar var. Onlardan biri də Dilafruz İmaməliyevadır. 105 yaşlı Dilafruz nənə deyir ki, uzun illər təsərrüfat işlərlə məşğul olub. Gənc vaxtından işləməyi sevən Dilafruz nənə övladlarını böyüdənədək çox böyük çətinliklərlə üzləşib. Bir balam var, saxladım, yiyəcəkdim. Şükür Allahımın dərgahına. Mənə heç olmurdu, mən hamısı belə saxlayıblar, mən hapistanda. Nəyin çuğluğunu olmayıb, nə olur keçmişdə oturduqlarım, əziyyətlərim. İndi sağlığını da biləcəm olsun. Şəhər duram, sahibim gəlir, içirəm. Gedirəm ona kimi, qıda kimi yatıram. Yatandan sonra duram, deyəcək, çəl yalvarım, gətirəcək, durmaq gətirir. İlləri arxada qoyan Dilafruz İmaməliyevanın uzun ömürlü olmasının sirrini öyrənməyə çalışdıq. Nənə öz məsləhətlərini bizimlə bölüşdü. Ət yeməlidir, pendir yeməlidir, yağ yeməlidir, qatıq yeməlidir, yetinlər, canlar sağ olsun. İdmanın büyüdü olsun, qolları yağlı olsun, canlar sağ Planetin ən yaşlı insanı 5 mart 1898-ci il təvəllüdlü Misao Okafa adlı qadındır. 115 yaşlı Yaponiyalı qadının adı 2013-cü il fevralın 27-sində rəsmi olaraq Guinness Rekordlar kitabına düşür. Belə, biz üzərimizə düşəni etdik, araşdırdıq, öyrəndik, sizləri məlumatlandırdıq. Mütəxəssis tövsiyələri ilə tanış etdik. Bunlara nə dərəcədə əməl etmək isə qalır sizin öz öhdənizə. Vüqar Səfərli, Ülvi Rəhimov, Lizer TV. Hər birimizin həyatında əlamətdar günləri var. İnsan təbiətən sevgiyə, qayğıya möhtac olan məxluqdur. Xüsusən də bu ehtiyac qeyd etdiyimiz o özəl günlərdə daha da qabarır. Məhz bu günlərdə bizlər hər zamankindən artıq həssaslaşıb diqqətə ehtiyac duyuruq. Diqqəti isə biruzə verməyin müxtəlif yolları var. Onlardan biri bəlkə də ən sadəsi vaxtaşırı sevdiklərinə xoş sözlər söyləməkdir. Bəli, bəs eşitməmsiniz ki, kişilər gözləri ilə, qadınlar qulaqları ilə sevər. Ümumiyyətlə, qadınların rəğbətini qazanmağın bir yolu da onlara kiçik də olsa hədiyyə bağışlamaqdır. Amma hədiyyəni təqdim etməyi də bacarasan gərək. İnsanları geyiminə görə qarşıladığımız kimi, hədiyyənin çəkisini də təqdim olunduğu qutuya və yaxud paketə baxıb müəyyənləşdirmək olur. Diqqətcil və hədiyyə məsələsində olduqca həssas əməkdaşımız Ülviyə də növbəti sujetində kreativ hədiyyə paketlərindən danışacaq. Con tu física y tu química, también tu anatomía, la cerveza y el tequila y tu boca con la mía, ya no puedo más, ya no puedo más. Sevgilinizə xüsusi günlərdə və ya içinizdən gəldiyi hər hansı bir anda alına biləcək ən gözəl hədiyyələr sizcə nələr ola bilər? Biz deyək, siz də bilin. Fikir verirsiniz hədiyyə alanda paketə? Yox, fikir vermirəm. Baxır hədiyyəsindən asılı olaraq bağlanmalıdır. Başsız paket olsun da təmizlik olsun. Səliqəli, qəşəng, özünə layiq olsun. İstənilən əşyanı hədiyyəni alanda o xoş təsir yaradır. Maraqlı hədiyyələri adətən yaradıcı insanlar seçir, hansılar ki, bu darıxdırıcı monoton günlərin abu-havasından uzaq olurlar. Ətraf aləmlərini daha parlaq görmək istəyi, onları öz yaxınları üçün almaq istədikləri hədiyyənin seçimində onun yadda qalan olması üçün. Bu isə daha diqqətlə yanaşmalarını tələb edir. Paketlər müxtəlif ölçüdə və dizaynda olur. Odur ki, əziz xanımlar və bəylər hədiyyə almamışdan öncə onun qutusuna da fikir vermək lazımdır. Yəni, hər hansı bir hədiyyə qutunun ölçüsünə uyğun olmalıdır. Qeyri-adi hədiyyələrin paketləri də elə kreativ olmalıdır. İndi mağazalarda istənilən məqama uyğun, maraqlı və qeyri-adi hədiyyə paketlərinə rast gəlirik. Lakin seçim o qədər çox olur ki, başımızı itiririk. Hədiyyə seçərkən onu kim üçün alacağımızı düşünməlisiniz və ən əsası, hansı məqsədlə aldığınızı. Seçim edərkən onun rənginə, üzərindəki şəkilə də fikir vermək vacib şərtdir. İndi biz rəngli kağızlar və yapışqanın köməyi ilə hədiyyə bağlayacağıq. Çalışın kağızı bükəndə səliqəsinə fikir verin ki, sonda verdiyiniz hədiyyə göz oxşasın.
Hədiyyənin ölçüsü paketin ölçüsündən kiçik olmalıdır. Bu həm rahat, həm də səliqəli görünəcək. Adətən paketlərin üzəri maraqlı cizgi film obrazları, maşın şəkilləri və ya sadə olur. Materialı qalın olan paketlər adətən daha ağır çəkili hədiyyə üçün nəzərdə tutulur. Bəzən adi bir hədiyyə bükülməsi ilə diqqəti daha çox cəlb edə bilər. Hədiyyə bağlamaq elə də çətin bir şey deyil. Burada lazımi material və biraz da zövqün olsa, gözəl hədiyyə bağlaya bilərsiniz. Xüsusi günlər üçün götürdüyünüz hədiyyələri özünüz də qablaşdıra bilərsiniz. Necə? Hədiyyə paketləri arasında çox alternativlər var. Məsələn, yaxınlaşan yeni il üçün təbiətə çıxıb yığacağınız yarpaq, qoza və quru budaq parçaları paketinizin möhtəşəm görünməsini təmin edə bilər. Yüngül sprey, boya və parça ilə edə biləcəyiniz hədiyyə paketlərinin gözəlliyinə siz belə heyran olacaqsınız. Evdə qalmış parçaları və köhnə bağlarla da möhtəşəm nəticələr əldə etmək mümkündür. Kişilər hədiyyə almaq sahəsində qadınlara nisbətən daha çox çətinlik çəkirlər. Bəylərimiz hədiyyə bağlatmaqdan öncə qarşı tərəfin xasiyyətini də nəzərə alsalar yaxşı olar. Ülvi Elxan qızı, Ülvi Rəhimov, Lider TV. Belə, bugünlük bu qədər. Sabah elə bu saatda, yəni yeni vaxtla 17-də görüşmək ümidi ilə sağ olun, salamat qalın. Bəli. Moddur da, o elə moddur. Sevincin də romantik vaxtına düşüb, deyəsən. Bugün romantik efirdir. Bəs siz hansı yeməyi sevirsiniz? Məşhur türk köftə, nə köftəyə? Köftə vaxtıdır. Kotlet də o. Əla.